2025-ci ildə ölkədə cəmi 95.875 uşaq doğulub ki, bu da 1991-ci ildən bəri ən aşağı göstəricidir. Yenavas.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək doğum 1991-ci ildə qeydə alınıb. Həmin il ölkədə 190.353 diri doğulan uşaq qeydə alınıb. Sonrakı illərdə doğum sayında azalma müşahidə olunub. 2004-cü ildən sonra doğum statistikasında yenidən artım qeydə alınıb. Bu tendensiya xüsusilə 2010-2011-ci illərdə pik həddə çatıb. 2011-ci ildə Azərbaycanda 176.072 uşaq doğulub. Bu müstəqillik dövründə 1991-ci ildən sonra ən yüksək ikinci göstərici hesab olunur. 2010-cu illərin ortalarından etibarən isə yenidən azalma başlayıb. 2020-ci ildən sonra doğum sayında eniş daha da sürətlənib. Pandemiya dövrü və sonrakı illərdə göstəricilər ardıcıl olaraq aşağı düşüb. Beləliklə, son 34 ildə Azərbaycanda doğulan uşaqların sayı təxminən 2 dəfə azalıb.